Salam Müntəzir bəy, necəsiz? Mən sizin yayıma mane olmadım. Yo, mən elə yayımı indi bir dəqiqə açmışdım. Hər vaxtınız xeyir olsun, gününüz uğurlu keçsin. Efrinizdə olan hər bir kəsdə salamlayıram. Biz də sizləri Yayımı elə açdığım bir dəqiqədir. Öz efrimdə olan hər bir kəsdə salamlayıram bu arada. Axşamınız xeyir olsun. Mən sənin Sevinçlə bəzən oyunlar oynadığını görürdüm. Bəli. Mən sadəcə olaraq indi daha onlarla oyun oynamıram. Bəzən oynayırdım qabaqlar. Sonra məsələn, onların çatından xoşum gəlmədi. Ona görə Hə, adətən biraz radikal və ekstremist mövqedən yanaşırlar. bir oyun oynayaq da səndən. Olar, oynayaq. Amma mən belə, yəni zəif oynayırıq da, biz PK-larda zəif olur. Biz bu dəqiqə ucuz gəlmişik. Hələ. Tamam. Bu arada bir daha efrimə gələn yeni hər bir kəs salamlayıram. Hər vaxtınız xeyir olsun, gününüz uğurlu keçsin uşaqlar. Yayımı açdığım bir dəqiqədir. Müşfiq bəyin efrində olan və Müşfiq bəyi və bizi izləyən hər bir kəsi mən bir daha salamlayıram. İnşallah bu gün neçə müddətdir canlı açmırdım. Bu günlərim uzun müddətdən sonra yayım açmaq qərarı aldım. Mən səni canlılarda görmürdüm. Niyə açmırdın ki? Nəsə yox idi. Hə, bir neçə müddətdir başım biraz qarışıq idi. Ona görə aça bilmirdim. İşlərim biraz çox idi. Bizim bir səfərimiz var inşallah. Ayın 17-si, 5 gündən sonra uzun bir yola çıxırıq. Həmin yol üçün tədarük görürdük, belə deyim. Allah yolunuzu uğurlu eləsin, xeyirli eləsin. Sağ gelin, salamat gəlin. Təşəkkür edirəm Müşfiq bəy. Gələndə siz vaxtı uyğunlaşdırsaq, mən sizdən cəzəvər sözünü aldım. Kitablarınızın imzasını gəlirsiniz. Böyük məmnuniyyətlə. Təşəkkür edirəm, minnətdaram. Ən xoşuma gələn şey kitablarımı imzalayıb kiməsə hədiyyə eləmək. Bizim kitablarla biraz aramız yaxşıdır. O məni sevindirir də o şeylər. Ha, bizim kitablarla bizim fikirlərimizin belə deyim. Ziyalı insan görəndə, tərbiyəli insan görəndə, əxlaqlı insan görəndə adama xoşdur, adam ləzzət alır ondan. Minnətdaram, çox sağ olun, təşəkkür edirəm. Kitablar ümumiyyətlə insan həyatına baxış açısı verir. Mən düşünürəm insanların hər bir kitab mütaliəsi mütəmadi olaraq davam etməlidir və kitab oxumalıdır. Çünki kitab oxumaq insana yedirəm, həyatına bir baxış verir. İnsanların fərqli baxış açısına sahib olmasına belə deyək də zəmin yaradır kitab oxumaq. Əlavə olaraq mən düşünürəm kitab oxumaq insana intellektual bir təfəkkür etmə qabiliyyəti. Yəni insanların düşünmə qabiliyyətinin daha intellektual olmasına da zəmin yaradır. Mən onu aleyküm salam Əli qardaş. Yəni belə deyək də kitabda mənfi heç nə yoxdur. Kitab ancaq öyrənir. Bəli. Hətta mənfi və ya doğru olmayan məlumatları özündə əks etdirən bir kitabı belə oxumaq o insana mənfi heç nə vermir, mən düşünürəm. Çünki insanların kitab oxuması analiz etmə qabiliyyətini inkişaf elətdirdiyinə görə. Bir adam kitab oxuduqda o kitabın içində misal üçün xəta. Misal mən bir ateist alim var, Qalib Əsədov, Azərbaycanlı nevroloqdur. Onun kitabı var, Beyin kitabı. Mən o kitabı mütaliə eləyəndə təşəkkür edirəm Malik qardaş. Hədiyyətən hər bir kəsdən çox sağ olun, minnətdaram. Qalib Əsədovun kitabını oxuyanda orada tonlarla xətaların olduğunu gördüm. Ateist olsa da mən onun kitabını oxuyurdum. Mən özüm müsəlman olsam da mən ateist kitablarını mütaliə edirəm. Onun kitabını oxudum və özünə mail formasında yazmışdım. Düzdür, cavab gəlmədi bizə, amma mən bildirmişdim ki, burada xətalar var. Mən yəni ateist kitablarını da, ümumiyyətlə hansı mövqedə oluruqsa olaq, mən düşünürəm olduğumuz mövqeyin əksinə də nə deyilən hər hansısa belə deyək də strukturda söz və ya cümlə və ya kitab varsa, bunlara biz mütləq şəkildə baxmalıyıq. Çünki bu da insanı inkişaf elətdirir. Mən müsəlman olsam da müsəlmanlara bildirilən iradlara və ya dinin ümumi teizm, yəni söhbət müsəlmanlıqdan getmir. Yəni bir insan xristiyan da ola bilər, yahudi də ola bilər, nə bilim, panteist ola bilər, fərqli bir inancı ola bilər. Əsas odur ki, misal üçün teistik bir inancımız varsa, non-teist mövqedən ora göndərilən iradların üzərində biz mütaliə etməliyik. Ki, görək bizə iradın nə tutulur da, bəlkə həqiqətən biz səhv bilirik. Çox adamla biz söhbət eləyəndə adətən bizə deyirlər, qaqa sən Azərbaycanda doğulmusan, müsəlman bir ailədə doğulmusan, ona görə başqa yerdə doğulsaydın və ya başqa bir ailədə olsaydın, müsəlman olmazdın. Mən də deyirəm ki, mən nə Azərbaycanda doğulmuşam, nə də müsəlman bir ailədə doğulmuşam. Yəni, həqiqət də budur ki, mən elə inancsız bir
cəmiyyətdə böyümüşəm və İslamı özüm araşdırmışam. Mən əvvəl ateist olmuşam. İslam dinini özüm araşdırmışam. Mən keçən dəfə sizlə danışdığım o mövzu ki var idi, konstitusiya haqqındakı bir sual verdim. Konstitusiyaların məqsəd ədalətdirsə, dünyadakı konstitusiyalar niyə fərqlidir? Mən ümumiyyətlə bu barədə bir araşdırma aparıram, qısa bir məqalə yazıram. Konstitusiya, mən düşünürəm ki, dinin əsas təməllərindən biridir. Çünki dində praktiki konstitusiyonlu qanunlar var. İstər Quranda, istər Tövratda, istər İncildə, yəni istər səmavi dinlərdə, istər səmavi olmayan dinlərdə. Çünki din sözünün mənası belə, yəni dini ideologiya demək, elə həqiqətdə bu mənanı verir ki, orada praktiki ayinlər olsun və o ayinlərin icra prosesi olsun. Yəni onu necə icra eləyəcəyik? Mən belə düşünürəm. Siz nə düşünürsünüz bu haqda? Valla mən sizə deyim ki, Noyan çox sağ ol, təşəkkür edirəm. Müntəzir mənim linlərini də götürür. Halal xoşunuz, problem yoxdur. Gəlin biraz söhbət eləyək vaxtınız varsa, əgər vaxtınız almırıq. Bir dənə də oyun oynayaq, bir 5 dəqiqə söhbət eləyək. Torul, çox sağ ol, təşəkkür edirəm. Mən ümumiyyətlə fikirləşirəm ki, bu inanc məsələsi elədir ki, bunu adətən, məsəl üçün, biz Qurandan danışırıqsa, Azərbaycanda bu dəqiqə Quranı müzakirə eləyən adamların 90% Quran oxumayan adamlar. Razıyam. Bunlar müəyyən mən efirlərə də görürəm də, çıxırlar primitiv formada, dini müzakirə edirlər. Ümumiyyətlə, dindən xəbəri olmayan dindən danışır. Hüquqdan xəbər olmayan hüquqdan danışır. Həkimlikdən xəbər olmayan həkimlikdən danışır. Eynilə də jurnalistikadan xəbər olmayan jurnalistlik eləyir. O şairimizin bir sözü var idi, səhv düşəndə yerimiz bədbəxtçilik oradan başlayır. Yenə deyirəm ki, dini cəhətdən mən durub sizlə nəyisə burada müzakirə eləməyim özü düzgün deyil. O sahəni siz daha yaxşı bilirsiniz. Mən dinlə bağlı heç dindar alimləri tanımıram. Ümumiyyətlə, mənim üçün maraqsız olub da, yəni o sahəni araşdırmaq maraqsız olub. Çünki mənim özümün sevdiyim sahə və oxuduğum sahə, maraqlandığım, işlədiyim sahə hüquq sahəsi olub. Yəni, mən din dalından geçsəm, bəlkə də mən sizlə oturub diskusiya nəyisə eləyərdim. Amma o şeyi ki, mən bilmirəm, onu müzakirə eləmək bilmirəm, yox, azdan çoxdan anlayışım var. Mən Quran-ı Kərimi 3 dəfə oxumuşam. Mən 3 dəfə oxumuşam və çox özünə dindar, molla, nə bilim, deyən adamlardan da o sahəni bəzən körçər elmim var, bəsirətim var. Mən oxuyanda nəyisə başa düşürəm və onu analiz eləməyə bacarırım. İndi şərt deyil ki, onu ərəb dilində oxuyam. Bildiyim dil Azərbaycan dilidir, Azərbaycan dilində oxuyuram. Yəni, Azərbaycan dilində başa düşürəm. Ərəb əlifbasını mən bilsəm, elə ərəb dilində oxuyardım. Amma bacardığım budur ki, bu. Amma yenə deyirəm ki, təməl hüquqi prinsiplər var da, ədalətdir, qanun qarşısında bərabərlikdir. Bunlar Quranda da var da. Yəni, orada da deyir ki, cəza ədalətli olmalıdır. Hətta qana qan prinsipinə götürəndə deyir ki, əgər cəza ədalətsizdirsə, yəni qarşı tərəfə daha çox ağrı yetir, ədalət prinsipi pozulur da. Yəni, belə deyək də, prinsip etibarilə cəza ağırdısa, bu zaman artıq ədalət prinsipi pozulur və bu zülm deməkdir. İndi bu təməl prinsiplər orada da göstərilib də, Quranda da göstərilib. Qadın-kişi bərabərliyi Quranda da var da. İndi bilirsiniz, bəzi insanlar görürsən ki, bu ateistlər bir normanı götürürlər, digər o normanı istədikləri kimi tövsif eləyirlər. Biraz da böyür başında ajetaj yaradırlar. Nə deyim, vallahi hərə bir yolu. Yox, başa düşürəm nə deməksə. Müşbəyəm, əslində mən əvvəl bir şey, mən belə bir deyim də var, hətta eşitmişsiniz ki, özünüz də onu vurğuladınız. Bir şeydən bağlı insan bilgisi olmadıqda o şeydən danışmamalıdır. Doğru olan budur. Yəni, bilmirəm deyib, biləndən müraciət etməli və bilən əhlindən də qulaq asıb öyrənməlidir. Din elə bir hal alıb ki, xüsusən də bizim cəmiyyətimizdə. Bax, inanın səmimiyyətimə, dini müzakirə kontekstində biz yayım açırıq da, yəni din, teizm və non-teizm mövqelər üzərində.
din müzakirəsi edən insanların 90%, 99% hətta ümumiyyətlə dindən əlaqəsi olmayan insanlardır. O məsələ odur da. Mən də onu Hətta deyim. dini müdafiə edənlərin 90% də dinlə əlaqəsi olmayan insanlardır. Soruşsan dini təhsili yoxdur. Heç dinin praktiki əməllərini özü icra eləmir. Baxın, maraqlısı budur ki, mən bir şey diqqət eləmişəm ki, bu yalnız dinə mi aiddir? Xeyr. Mən bu günlərin buna baxanda görürəm ki, misal sizin hüquq sahəsində yayım açırsınız. Əminəm ki, yayıma qalxıb sizə dediklərinizi təkzib edən insanlar var. Siz doğru demirsiniz qardaş. Amma halbuki siz bunun təhsilini almısınız. Konstitusiyada yazılanlar budur. Bunun praktikasında icrası bu cürdür. Amma qalxıb irad bildirirlər adama. Adam sual verir ki, misal üçün filan iş necədir? Deyirəm ki, din buna bu cavabı verir. Yox, sən səhv cavab verirsən. Tamam, ola bilər. Amma din bunu deyir. Yox, ola bilməz. Axı din bunu deyir, ola bilməz. Bu maraqlı nüans budur. Biz həmişə bu şeyləri belə təəccüb edirik ki, yəni insanlarda bu məsələlərə yanaşma niyə belə fərqli kontekstlərdəndir? Halbuki reallıq sənin bu şeydə anlayışın yoxdursa, qardaş, bilən əhlinə müraciət elə, qarşı tərəfi dinlə və öyrən. Bu qədər bəsitdir əslində məsələ. Təşəkkür edirəm uşaqlar hədiyyələr üçün. Çox sağ olun. Noyan, təşəkkür edirəm sizə də. Gəl bir dənə də sonuncu oyun oynayaq. Mən bir dənə də öz fikrimi bildirim. Bu son vaxtlar bu cəmiyyətdə bu belə deyək də, bu dəqiqə Azərbaycanda müzakirə olunan məsələlər bir dindən bağlıdır, bir hüquqla bağlıdır. Ən çox insanları ajitaj yaradan məsələlər bunlardır. Yəni bu kontekstdə insanları idarə etmək hasaddır. Dini də insanlar ortaya qoyub idarə etmək hasaddır, hüququ da ortaya qoyub insanları idarə etmək hasaddır. Amma təəssüf doğuran odur ki, bax mən özüm də görürdüm. Mən həyatımın elə bir dönəmi olub ki, çox çətin dönəmi olub. Hətta mən qanunsuz cəza çəkmə müəssisəsində olmuşam 2 il. Düzdür, Ali Məhkəmənin qərarından sonunda mənə bəraət verilib və dövlət mənə kompensasiya ödəyib. Mən o cəza çəkmə müəssisəsində çox insanların namaz qıldığını görürdüm. Və təəssüf elədiyim oydu ki, o namaz qılanların bəlkə də 90%-nin Quran-ı Kərimdən xəbəri yox idi. Baxmayaraq ki, orada Quran-ı Kərim kitabları var idi. Mən bunlara həmişə deyirdim. Deyirdim ki, dini elmi cəhətdən öyrənin. Əgər bu kitabı oxumadan İslamı necə dərk eləmək olar? Yəni, bu ağızdan ağıza keçən şeylərlə siz dinə münasibət bildirməyin də. Yəni, bu kitab var ortada. Özü də ki, o kitab indi siz məndən qat-qat yaxşı bilirsiniz. Yəni, konkret orada da yazılıb ki, yəni, bu kitabın tövsifinə də heç ehtiyacı yoxdur. Mən bunun hamının başa düşəcəyi dildə göndərmişəm də. Yəni, bunu kiminsə oturub burada düzdür, indi müəyyən ayələr var ki, görürsünüz ki, alimlər müzakirə edir, amma orta səviyyəli bir adamı onu oxuyub bir 50% qavramağı mümkündür. Axı, bunu heç oxumadan sən bunu necə müdafiə edə bilərsən? İndi hüquq da elədir. Bax, məsəl üçün, o bir avtoavariya ilə törədilən o cinayət var da, indi Azərbaycan cəmiyyəti görünən vəziyyətdədir ki, müzakirə elədikləri mövzu budur. Yəni, bunu da elə bir formada müzakirə edirlər ki, hüquqdan başı çıxmayanlar, ümumiyyətlə, məhkəmə hökmü nədir bilməyənlər, apellyasiya icraatı nədir, məsəl üçün, iş hansı hallarda istintaqa qayıda bilər. Qardaş, bir də görürsən ki, elə bir formada bir jurnalist bir 5 nəfər də qoyub, 20.000 adam da bunlara baxır. Və orada hüququn müzakirəsi gedir. Baxırsan 20.000 adam, mənim olub, öz qohumlarım da olub. Səhər məni yığıblar ki, dünən gördüm filan verilişdə, yayımda filan şey deyirdilər. O dəqiq görən elədimi? Deyirəm, valla, siz baxın, bunu müzakirə edən adamların hüquqdan anlayışı olmayan adamlardır. Artıq görürəm ki, mənim öz qohum əqrəbəm də inanır ona. Çünki görür ki, 20.000 adam baxır. Və adam da orada elə inandırıcı danışır ki, bax, indi bax, bu yenə deyirəm ki, bu dini müzakirə edənlər də bu cürdür. Mən yeganə bir dənə, yəni belə pis çıxmasın,
bu dini ən çox müdafiə edən adamlardan savadlı danışıq səndə görmüşəm. Təşəkkür edirəm. Digərləri, məsəl üçün görürsən o çeviyin verilişinə qalxırlar. Güya bunlar dini müdafiə eləmək üçün qalxır. Çevi bunlara bir dənə primitiv sual verir Quran-ı Kərimdən. Pat vəziyyətinə qoyur da bunları. Çünki bu dini müdafiə edə bilməz axı. Bu adamın dini savadı yoxdur. Bu adam heç ömründə bir dəfə Quranı açıb oxumayıb. Bununla məzələnməyə, bununla mırtdaşmağa nə var ki? Elə bil ki, qanunu bilməyən adam, konstitusiyadan anlayışı olmayan adam qalxıb hüquqdan mənlə danışır. Mən onu bilirsən, nətər barmağıma doğrayalım. Ona görə elmi müzakirə elmli adamlar arasında olmalıdır. Cəmiyyətin primitiv adamlarıyla dini düşüncəsi, hüquqi düşüncəsi, elmi olmayan adamla bunu müzakirə eləmək nə var ki? Heç o lazım da deyil. Amma sən maşallah görürəm ki, o sahəni bilirsən, onun üçün deyirəm ki, yəni bilən adamla bilməyən adam sırası hiss olunur da. Yəni bu keyfiyyət məsələsi cəmiyyəti həmişə üstələyir. Təşəkkür edirəm. Ümumiyyətlə Müşfiq müəllim, mən bir şey, mənim yayım kontekstim nədir? İndi siz yəqin ki videolarda görmüsünüz. Bizim yayım kontekstimiz adətən biz ateistlərə sual veririk və onlar bizim suallarımıza cavab verir. Belə bir kontekstdə yayım açırıq. Maraqlısı burasındadır ki, biz yayım açanda bizim qarşımızda olan ateistlər çevik yayım açanda onun qarşısına çıxan dindarların göründüyü formada görünürlər. Yəni heç vaxt mən şəxsən öz analizimi deyirəm. Azərbaycan kateqoriyasına IP adresimiz ora bağlı olduğuna görə o kateqoriyadan canlılara insanlar qoşulur. Və mən həqiqətən bugün kontekstual müzakirə mövzusu edən barmaq sayı qədər ateist tanıyıram. O adamlarla müzakirə etməkdən həzz alıram. Yəni mənim sualıma canlıya qalxıb verilən suallar o qədər sadə, o qədər primitiv suallardır ki, fəlsəfədə bir şey ki, heç belə deyim də, misal üçün İlahiyyat İnstitutunda fəlsəfə dərsi keçilir. Misal üçün deyirəm, ya da Xəzər Universitetində deyək ki, orada A1 səviyyə ilkin təməl bilikdə məntiq dərsi keçirlər ki, burada verilən sualı, misal üçün sual verir ki, qaqa, hər şeyi Allah yaradıbsa Allahı kim yaradıb? Yəni bu sualı gedib birinci sinif məntiq dərsi keçən bir adama verirsəz, adama gülər. Ki, qardaş, yəni bu sualı mənə verirsən sən, yəni sual öz-özlüyündə elə böyük bir xətaları etifa edir ki, özündən. Yəni, məntiq deyilən bir şeyi burada axtarmaq olmaz. Həqiqətən çox maraqlıdır. Yəni, insanların, bilmirəm bunun səbəbi də müşküləm, kitab mütaliəsi mi yoxdur, ya həqiqətən elə bir dövrdə yaşayırıq ki, istənilən məlumatı əldə etmək insanlar üçün çox asandır. Yəni, mən heç nə demirəm, Müşfiq müəllimin bir dəqiqə adını, soyadını Google-a yaz, böyük bir biografiya çıxır. Yəni, mən sizə deyim, bu din elə məsələdir ki, bu mənim sahəm deyil. Ona görə mən sizə uğurları arzuluyuram. Elə çevikdə də uğurları arzuluyuram. O yerdə ki, müzakirə var. Çevikə biraz daha çox uğurlar arzulayın. O yerdə ki, müzakirə var, debat var, inkişaf var. Mən Azərbaycan xalqını belə görmək istəyirəm ki, elmi cəhətdən otursunlar, bir-birini qırsınlar. Amma elmi cəhətdən. Primitiv, söyüşlə, küçə söyüşündən, o bunu söysün, bunun çatı onu söysün və insanlar arasında ayrı seçilik yaransın. Mən bunun qəti əleyhinəyəm. Uğurlar arzulayıram. Minnətdaram, xoş oldu, təşəkkür edirəm, sizi görmək bizə həqiqətən xoş oldu.